Ana til demek, Uygurnu söylemek. Kerip atqanыңla Uygur ana til ösmürler kanalı. Ana til. Bahar ballarımız, rengarenk giyar yumrasandır biz. Bahar ballarımız, Altın büşük. Assalamu alaikum umma küçük dostlar, yaxşımsızlar. Altın Büşük programımızın bu sanıda Norvegiyanın Bergen şəhərində turuşluq Uygur ata-analar başçılığında qurulğan Bergen Uygur Ballar Klubu'nun oynayılı fəaliyyəti haqqında uçur berib ötdümiz. Norvegiyanın Bergen şəhərində yaşab atqan Uygur ata-analar balalarının ana tili bolğan söýgüsünü çonqurlaştırışını asas məqsəd qılğan halda 2017-ci il 1-ci ayda Bergen Uygur Ballar Klubunu qurub çıxdı. Bu klub qurulğandan keyin hər ayda bir qətim mol məzmunluq fəaliyyət elib beriş arqılıq balalarının Uygur tiliga, milli örf-adet ənənələrə bolğan tunuşunu beyitdi. Orunlaşdırılğan rəngdar məzmunluq fəaliyyətlər yat əldə bir-biri bilan uçuruşuş fürsəti çəkdik bolğan kiçik dostlarımızın bir yerə cəm bulub öz ara tunuşub adaş buluş üçün imkaniyet hazırlab bədi. Klub qurulğan dəstəpli məzgillərdə bir qancha ayılı bilan çeklindiğen qatnaşıqçılarının sani elib berilgan fəaliyyət türlərinin köp xil və rəngdarlışığı əgişib köləm və məzmun cəhətdən kengaydi. Hər aylıq fəaliyyət kitap oquylu, billa oynaylı, bizning ənənələrimiz qatarlıq sahifələrə bölünüb elib berildi. Fəaliyyət məzmununun rəngdarlığı ata-analar və balalarını özgə cəlb qıldı. Balalarga mol məzmunluq kitaplarını ana tildə oqub beriş nəticəsində balalarının ana tildə təfəkkür qilish səviyyəsi yuqarı götürüldü. Ailəvi və kollektiv həmkarlıqni tələb qıldıqan oyunlarını oynaş arqılıq balalarının kollektiv ittifaqlaşış eminin sağlam yetilishiga şərait hazırlab berildi. Milli ənənəvi bayramlarımız və milli örf-adətlərimizi tonuşturuşni asas qılğan fəaliyyətlər məxsus het bayram günlərimizdə orunlaşdırılıb canlıq dərs şəklində elib berildi. Klub qurğucularının tirişçanlığı bilan qıtırqınıb alahida planlanıb elib berilgan fəaliyyətlər ata-analarning balalarning qizg'in alqışığa, qo'llab-quvvatlashiga erishdi. Hatto har oylik fəaliyyət kuni balalar uchun taqizonlik bilan kutilgan kunga aylandi. Bergen Ballar Klubu qurulğan bir yil ichida jami 10 qatim fəaliyyət uyushturdi. 2017-ci il 12-ci ayının 31-ci günü bir yillik fəaliyyət xulosasi elib berilib, qo'lga keltirilgan mol natijalar Bergen Uygur cemaati bilan birlikda tabriklendi. Uygur ana til televiziyasi ailesi buluş sütümüz bilan Bergen Uygur Ballar Klubu'nun bundan keyingi fəaliyyətlərə muvaffaqiyatlash bilan birga texnik ko'p natijalarga erishishini umid qilamiz. Assalamu alaikum küçük dostlar. Men Anadolu televiziyasi orqali sizlar bilan yuz ko'rishganligimdan xursandman. İsmim Rafqat. Milletim kim desa men deyman Uygur. Ha bu so'z jaranglar ajoyib mag'rur. Ajdoding kim desa men deyman jahon. Zimini do'st tutgan ulug' va inson.